Övladlarınıza bu 5 cəzanı heç vaxt verməyin. Birincisi, onlara heç vaxt deməyin ki, səni istəmirəm. Bu onlarda qarşı məhəbbətsizlik yaradar. İkincisi, heç vaxt onlara deməyin səndən küsdüm. Bu onlara küsməyi öyrədər. Üçüncüsü, övladlarınızı heç vaxt vurmayın. O həm sizə nifrət edəcək, həm də özünə. Dördüncüsü budur ki, övladlarınızı pis şeylərlə təhdid etməyin. Məsələn, əgər ananı incitsən, Allah sənə əzab göndərər. Əgər sözə qulaq asmasan, oğru gəlib səni oğrayacaq. Bu cür sözlər övladın psixologiyasında pis təsir qoyur. Beşincisi, heç vaxt övladınızı başqaları ilə müqayisə etməyin. Bu iş onlarda ümidsizlik yaradır və onlar sizdən narahat olurlar. Yaxşı, övladlarımızı necə tərbiyə edək? Əgər bunları bilmək istəyirsinizsə, səhifəmizdə olan videoları izləyin. İnşallah tədricən sizlərin diqqətinə bir çox qaydaları çatdırarıq.